could hear in our hearts a hope for song we barely understood. Now we are not afraid, although we know there's much to fear. We were moving mountains long before we knew we could. Könül və Leyla, siz ki iki ustadı rəqs etdirə bildiniz, demək ki nömrə super alındı. Ən azından bu mənim fikrimdir. Çox Murad, super. siz necə Çox fikirləşirsiniz? gözəl. Maraqlı bir iş idi, maraqlı bir təqdimat idi. Dilimizdə, ağlımızda ilişib qalan, ən azı musiqi sevərlər tərəfindən əzbər bildiyimiz bir nəğmə idi. Və bilirsiniz, dinləyici həm Mirayanın, həm Whitney'nin xırdalıqlarını, intonasiyalarını, keçidlərini gözləyir. Bu bilirsiniz, biz qınasaq da, qınamasaq da bu bir faktdır da. İnsan bu nəğməni bəlli bir təqdimatda eşidib, sevib və bütün coverlərdə o məqamları gözləyir. Deməzdim ki, birə-bir eynisini elədiniz, amma öz variantınızda təqdim və bu da mənə maraqlı gəldi. Bu çox çətin bir tapşırıq idi. Bu çətin tapşırığın öhdəsindən gəldiniz və mən hər ikinizi təbrik edirəm. Əlbəttə ki, başda Zülfiyə xanım olmaqla. Mahnı bir dənə misra var, deyir ki, möcüzə o zaman baş verir ki, sən inanırsan. Dostlar, bu mənim, əminəm ki, hamımızın həyatında çox vacib epizodlar haqqındadır. Mən sizə arzu edirəm ki, o məqamda inanasınız və möcüzə baş versin. Çox sağ olun Murad. Röya xanım düzdür, rəqs eləyirdiniz, amma ümid edirəm ki, diqqətiniz həm də ifadaydı. Bizim diqqətimiz də, ürəyimiz də, beynimiz də həm Könüllə, həm Leyla ilə idi. Və biz niyə rəqs eləmək istədik? Çünki biz onlarla bir yerdə yaşadıq bu mahnını. Əlbəttə ki, biri ağ dərili, biri qara dərili ifa etmişdi bunu. Biz bütün uşaqlıqda bunu belə xatırlayırıq. Amma bugün bizim qızlarımız öz nəfəslərini verdilər. Və mən 2 dənə gözələ seyr etdim. Həm geyimləri, həm təqdimatları, qüsursuz ifaları. Maşallah. Və o rəqsdə də belə öz reaksiyamı Zülfiyə xanıma göstərdim ki, möhtəşəmsiniz, sizi təbrik edirəm. Təşəkkür edirəm. Eldar necə rəqs eləyir? Bir partnyor kimi onu da qiymətləndirin də. Bir-iki kəlmə onunla bağlı deyin. Kəşke onun da babuçkası olardı. Evdə qalır.
Dostlar, mən sizi təbrik eləyirəm. Zülfiyə xanım, sizə əhsən. Həqiqətən çox gözəl bir işdir, çox gözəl bir duetdir. Bir-birinə uyğun olan səslərdir. Bəli. Çox ahəngdəydiniz. Çox gözəlsiz, xüsusilə də bugün. Mən hər birinizə nə olursa olsun uğurlar arzulayıram. Və karyeranızda daha böyük, daha yüksək pillələri fəth eləməyi arzulayıram. Həqiqətən çox gözəl, çox həm rəvanı idi, amma bu yəni texniki şeylərdir. Mən demək istəyirəm ki, əsas odur ki, sizin ürəyinizdən gəlirdi bu səs, bu duyğu. Ona görə də sizə alqışlar. Bax, yenə də heç bir mənfi fikir səsləndirmədiniz, ifadə heç bir qüsur görmədiniz. Zülfiyə xanım, sizin hər şey planladığınız kimi, ürəyiniz istədiyiniz kimi alındı. Ondan da artıq alındı qızlardan. Mən deyərdim ki, Nə gözəl. məşqlərdə hardasa mən düşünürdüm, fikirləşirdim ki, nəsə problem ola bilər. Sən demə özlərini səhnəyə saxlayıblar. Bu gözəl tamaşaçıların qarşısında çıxışlarına saxlayıblar. Həm Könül, həm Leyla inandırdığınıza görə, düşündürdüyünüzə görə sizə çox təşəkkür edirəm. Həm özünüz yaşadınız, həm bizi yaşatdınız mahnının içərisində. Həm gözəlsiniz bugün, rəngi-ahəngi, bir-birinizi tamamlayırsınız. Nə deyim sizə mən, qızlar? Heç nə deməyin. Heç nə, ümidim sadəcə... Bax, belə çıxışlar olanda, belə duetlər olanda, belə qarşı durma olanda, onda mən həyəcanlamağa başlayıram. Elə onlar da, biz də. Çünki seçim vaxtıdır Zülfiyə xanım. Çox çətindir mənim üçün danışmaq indi. Bax, ilk dəfə çətinliyə düşdüm. Necə istəyərdim. Mən bəzi fikirlərim var, bəzi düşüncələrim var. Onlara əsasən mən istəyirəm yolumu davam edeyim Leyla ilə. Zülfiyə xanımın seçimi Leyla. Təbriklər sizə. Təbrik edirəm. Çox gözəl çıxışlar dinləyirəm. Çox sağ ol. Təbrik edirəm. Leyla möhtəşəm. Gözlərə bax, gözlərə. Təbrik edirik, uğurlar sizə. Sağ olun. Gəlin kimisən maşallah. Yolun da, bəxtin də açıq olsun. Amin. Çox sağ olun. Könüldüzdür bu qarşı durmada məğlub oldunuz, amma hələ bu hər şey demək deyil. Qarşıda bizim 10 saniyəmiz və ustadların xilas fürsəti var. Vaxt gedir, əziz ustadlar. Mən belə şeylərə baxa bilmirəm. Çox təəssüf ki, o xilas edici düyməyə sıxan olmadı. Gönül, çox təəssüflər. Buyurun. Söz sizdədir. İlk növbədə mən təşəkkürümü bildirmək istəyirəm bütün burada oturan tamaşaçılara. Mən çox xoşbəxtəm çünki bugün bu zalda mənim anam və atam oturur və onlar başqa ölkədən gəliblər məni dinləmək üçün. Mən çox xoşbəxtəm ki, bugün burada... Onlar üçün gürültülü alqış. Bəli. Və Zülfiyə xanım, sizə təşəkkürümü bildirmək istəyirəm. Mən həqiqətən fəxr edirəm ki, sizin komandanızda oldum və bu mənim üçün həqiqətən böyük xoşbəxtlikdir. Çox təşəkkür edirəm. Çox sağ olun. Hər zaman yanındayım. Təşəkkürlər. Hər zaman. Çox sağ olun. Gönül icazə verin, mən də sizə çox sağ ol deyim ki, bu layihəyə gəldiniz, rəng gətirdiniz, özünüzü sınadınız və təcrübələr qazandınız. Çox sağ olun. Gür alqışlarla sizi yola salırıq.
Qıza baxın, qıza. Sağ ol qızım. Uğurlar, yolunuz açıq olsun. Şad oldum.